düşünürəm ki, artıq vaxtdır biz forumumuzun ikinci panelinə keçid edə bilərik. Növbəti panelimiz, qeyd edim ki, CEO-ların HR gündəliyi mövzusunda olacaq. Odur ki, icazənizlə panelin moderatoru, tanınmış insan resursları üzrə ekspert, karyerası boyu ölkəmizdə fərqli sektorlarda çalışan və bir çox şirkətlərin, şirkətlər qrupunun insan resursları bölmələrinə rəhbərlik etmiş peşəkar Ziya Rəcəbovu alqışlarınızla səhnəyə dəvət edim və artıq paneli açıq elan etsin. Hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz. Təşəkkür edirəm, səs gəlir, əla. Dəyərli həmkarlar, dəyərli rəhbərlər, dəyərli insan resursları kapitalına toxunan hər kəsi salamlayıram. Bugünkü mövzumuz CEO-ların HR gündəliyi. Gündəlik əslində bizə hər kəsə məktəb vaxtından məlumdur, Dinevnik deyir Rus sektorunda oxuyanlar. Əslində, məktəb materialı olduğuna görə gözümüzdə çox bəsit görsənə bilər, amma gündəliyin həm insan həyatında, həm dövlətin həyatında, məişətdə o qədər böyük, o qədər strateji bir rolu vardı və buna görə CEO-ların HR gündəliyi paneli ilə bağlı mənə moderatorluq təklif olunanda açığı çox maraqlı olacağını düşünmüşdüm. Hesab edirəm ki, çox maraqlı bir, faydalı bir panel aparmış olacaq. Gündəlik adı üzərində elə bir şeydir ki, siz ondan gündə məşğul olursunuz, hər gün. Yəni, hər gün məşğul olduğunuz şey necə strateji ola bilər ki, və panelin mövzusu ola bilər. Və bu gündəlik necə formalaşır? CEO-nun gündəliyi, təsəvvür edin, məktəbli kimi, əlində bir gündəlik var, hər gün ora yazır, hər gün soruşurlar ondan, o da hesabat verir. Paralellik aparanda gündəlikdə olan bütün proseslər CEO-ların da gündəliyində var. O da ora qeydlər aparır, o da kiməsə hesabat verir, onu da yoxlayan var. Amma gündəlik CEO-lar tək başına formalaşdırmır. Xüsusilə CEO-ların gündəliyinin formalaşmasında xüsusilə HR-lar böyük rol oynayır. Mən öz təcrübəmdən deyim, mən işlədiyim hər bir yerdə CEO-ların gündəliyin yəqin ki 90-95%-ni mən formalaşdırmışam. Əgər bir HR CEO-nun gündəliyini formalaşdıra bilirsə, demək ki, strateji partner halına gəlibdir. Burada heç bir anormallıq yoxdur. Təbii ki, hər şeyi CEO-na razılaşdırmaqla. Əgər biz qarşılıqlı gündəlik formalaşdırırıqsa, gəlin paralellik aparaq. HR CEO-nun gündəliyi necə formalaşdırır? Ümumiyyətlə, gündəlik necə formalaşır? Ona baxaq. Mən bunu öyrənməyə çalışacağam. Gündəlik təhsillə bağlı olduğuna görə təhsildən nümunə verəcəm. Heç bir siyasi məqsədi yoxdur. Bilirsiniz, hökumətlərin təhsil siyasətləri olur. Yəni, siyasət, yəni platforması olur. Seçiləndə platformanı elan edirlər. Bu, onların hədəfidir. Misal üçün, deyək ki, hökumətin siyasətində deyilir ki, biz Azərbaycan təhsilini 7 ilə seçilirlər. Azərbaycan 5 ilə desə, təhsilini 5 ildə Avropa standartlarına gətirəcək. Ümumi bir söz deyilir. Təbii ki, o siyasət həyata keçirmək üçün nazirliklər qurulur. Təhsil Nazirliyi oradan çıxarış eləyir. Bir sözə 3 çıxarış eləyir. Misal üçün, hökumətin bu sözünü götürür. Deyir ki, bu iş üçün bir iş görəcək. Məsəl üçün, Azərbaycanda ilk top 100-ə qəbul olan tələbələrin sayını dünyada hər il 10% artıracaq. Misal üçün. Oradan da məktəblər çıxarış eləyir. Deyir ki, biz bu hədəflər üçün hər məktəb deyir ki, mən 2-3 olimpiyatçı yetişdirəcəm. Eyvallah. Sonra müəllimlər çıxarış eləyir öz üçün və şagirdlər çıxarış eləyir. Şagirdlər öz gündəliklərinə yazılır. Məsələn, gündəlikdə yazılır ki, tarix, Azərbaycan dili, ədəbiyyat, bunlar hamısı hökumətin siyasətinin nəticəsi də ora yazılır. Yəni, nə dərs keçiriləcəksə, o hədəfə doğru. Bəs şagirdlərdən sonra da valideynlər oradan öz çıxarışlarını eləyir. Hökumətdən başlayın nazirlik, məktəblər, şagirdlər və valideynlər bu siyasətdən özlərinə çıxarışlar eləyirlər, hədəflər götürürlər. Fikir verirsiniz, yuxarıdan aşağı doğru gəldikcə hədəflər daha çox xırdalana gəlir. Ta ki, ən xırda forması şagirdin gündəliyindəki qiymətlərdir, KPI-lardır. Yəni, bir şagirdin nə qədər çox 5 alması
hökumətin siyasətinə o qədər böyük dəstək deməkdir. Müəllim o qədər, məsələn, şagirdlər DİM imtahanına girir, Dövlət İmtahan Mərkəzinin, onun nəticəsi müəllimin nəticəsidir. Valideynlər dəstək olmalıdır ki, şagirdlər başarılı olsun, hökumət başarılı olsun, ölkə başarılı olsun. Vətənpərvərlik dediyimiz əslində budur. Məqsəd yönlü inkişaf dediyimiz əslində budur. Yuxarıdan aşağı gəldikcə gündəliklər də formalaşa gəlir. Əslində reallığa baxsaq, işin fəlsəfəsindən yanaşsaq, ortalıqda bir dənə gündəlik var. Hər kəs o gündəlikdə özü beş almağa çalışır. Eyni zamanda hər aşağıdakı qurum yuxarıdakı qurumun gündəliyinin daha yaxşı formalaşmasına dəstək verir. Yəni biznesin mahiyyəti budur. Mən HR-amsa, CEO-mun nəticələrinin, özümün və CEO-mun nəticələrinin yaxşı olması üçün çalışıram və bu gedir hökumətin siyasətinin keyfiyyətinə təsir edir. Bu ümumi ölkənin inkişafına təsir edir. Hər kəs oradan öz gündəliyini çıxarır. Reallıqda bir gündəlik var. Pardon. Məktəb dedim, göstərmədim, gündəliklər. Yuxarıdan aşağı dedik ki, şirkətlərdə də bu cürdür. Əslində, şirkətlərdə strategiya 3 yerə bölünür. Korporativ strategiya, bilirsiniz, ən üstdə. Bəzi şirkətlərdə müşahidə şurası var. Onlar ümumi strategiyanı, hansı ki, hökumət, nazirlik o strategiyanı qoyur. Şirkətdə idarə heyətləri, direktorluqlar, rəqabət strategiyası deyirlər, biznes strategiyası deyirlər, o strategiyaları müəyyənləşir, yuxarıdan ilhamlanaraq. Bir də əməliyyat məhsul strategiyası var, 3-cü mərhələ, aşağı mərhələ. O da, deməli, şirkətlər rəqabət necə aparacaq bazarlarda, onunla bağlı strategiya qurur. Əməliyyat strategiyası bu necə həyata keyfiyyətli keçilir, KPI-larla. Yuxarıdan aşağı baxanda korporativ strategiya, biznes strategiyası, məhsul strategiyası desək, HR-lar bu 3 mərhələdə də iştirak edir. 3 mərhələdə, yuxarıdan baxanda. Bəs CEO-ların HR gündəliyi sadəcə HR-dan ibarət? Təbii ki, yox. Bu balans skorkaddır. Hər bir CEO öz şirkətinin balanslı inkişafı ilə məşğul olur. Düzdür, bəzən CEO-ların biz gündəliyində görürüz ki, ancaq maliyyə rəqəmləri var, satış, mənfəət və s. Amma o hədəf götürməsə də istər-istəməz digər üçü ilə də məşğul olur. Mütləq optimal daxili proseslərin inkişafı ilə məşğul olur, təlim inkişafa göstərişlər verir, müştəri məmnuniyyətinin artırılması ilə bağlı işlər görür. CEO-ların gündəliyində bu 4 mövzu var. Bəs bu 4 mövzuda HR-ın gündəliyi necə formalaşır? Sadəcə təlim inkişaf mı? Xeyr. CEO-nun gündəliyinin 4 istiqamətinin 4-ündə də HR var. Demək ki, yuxarıdan aşağı siyasətlər müəyyənləşərkən, strategiyalar müəyyənləşərkən bütün mərhələlərdə HR var. Eyni zamanda sağdan sola mövzular müəyyənləşərkən HR-lar mütləq sürətdə CEO-ların gündəliyində var. Yəni, HR-lar CEO-ların həyatında var, reallığa baxanda. Bir də gündəliyin formalaşmasına nə təsir edir? Təsəvvür eləyin, nazirlik hədəf qoyub ki, 11-ci sinif tarix dərsindən 3 olimpiyatçı hər məktəb yetişdirməlidir. Zərifə Əliyeva liseyi deyir ki, mənlikdir, hətta 5-ini hazırlayaram. Mənim uşaqlar orada oxuyur, ona görə ona ki. Amma bir məktəb deyir ki, yox, mən bu il olimpiyatçı məzun eləyə bilməyəcəm. Amma mən bu istiqamətdə bir işlər görəcəm, müəllimlərin keyfiyyətini artıracam, yaxşı müəllimlər işə götürəcəm, sinif otaqlarını düzəldəcəm və s. Bu istiqamətdə mütləq çalışır. Nəticədə ola bilər sən 11-ci sinifdə oxuyursan, amma sənin səviyyən 5-ci sinif ola bilər. Sən səviyyəni 6-ya, 7-yə qaldırmaq hədəfi götürürsən. Şirkətlərdə də bu belədir. Buradan çıxarış nə eləyirik? Hədəflər birdir, məqsəd birdir, amma gündəlikdə fərqli mövzular, fərqli səviyyədə mövzular yazıla bilər. Ola bilər ki, olimpiyatçı hazırlamaqla bağlı, Zərifə Əliyeva deyir, mən 5 olimpiyatçı hazırlayıram, bu öhdəliyi götürürəm. Biləsi var məktəbində, hansısa məktəb deyir ki, yox, bu il mən bu məqsədə ancaq müəllim hazırlamaqla bağlı vaxt keçirəcəm bu hədəf üçün.
qısaca deyim, şirkətlər 5 kateqoriyadan ibarətdir. HR-ların və CEO-ların gündəliyinə təsir edən məsələdir. Elə bu şirkətin yaşından, stajından, ola bilər çox BP-də məsəl üçün, beynəlxalq bir şirkətdir, amma bir səviyyəsində də. İqtisadiyyatda nəsə dəyişib, CEO dəyişib, işçi dəyişib, proseslər dəyişib, səviyyə düşür mövzu ilə bağlı. İş getmir, sistem də yoxdur. HR-ın gündəliyi buradan formalaşır. İkinci səviyyə iş. İş getmir, amma sistem var. Nə etməlidir HR? İşin getməsi ilə bağlı uğraşmalıdır. İş gedir, sistem yoxdur. Nə etməlidir? İş gedir, sistem dağılıb və yaxud yoxdur, sistemi qurmalıdır. Elə şirkət var, mövzu var ki, iş də gedir, sistem də gedir. Var. Bu dördüncü. Bir də beşinci səviyyə var. Gündəlik, Azərbaycanda məncə, bəlkə xarici şirkətlər belə olar. İş gedir, sistem də var, amma iş davamlı inkişaf edir. Məsəl üçün, audit bir rapor hazırlayır, o raporun nəticəsində hansısa nöqsan tapır, o nöqsan dərhal təhlil olunur, yenidən gündəliyə qoyulur, gündəlikdə o məsələ həll olur, sistem yazılır, iş gedir. Call centerə zəng gəlir, 5-6 eyni səhv barədə zəng gəlirsə, dərhal analiz olunur, sistem kağızdır, nədir? Hamısı IT sistemlər dəyişir, uyğunlaşdırır, davamlı inkişaf var. Bu 5-ci dərəcədir. Ola bilər ki, sizin şirkətdə hansısa indi 5-ci dərəcədir, amma sabah oldu 3-cü dərəcə, nəyəsə görə düşdü aşağı. HR-larda suallar yarar. Bəzən HR-lar iş axtaranda deyir ki, bu şirkətin səviyyəsi aşağıdır. Mənim səviyyəm ora uyğun deyil, ora getmək istəmirəm. Bu doğru bir yanaşma deyil. HR-ların işi, hər kəsin əslində işi, getdiyi yerdə səviyyəni bir tık yuxarı qaldırmaqda. Alper bəy sevir bu sözləri. Doğrudur, Alper bəy. Yəni, siz ola bilər birinci səviyyədə bir mövzu ilə məşğul olursunuz. Başqa bir HR, başqa şirkətdə 4-cü səviyyədə bir mövzu. Amma onların heç birinin strateji levelinə təsir eləmir. Hər kəs inkişafla məşğuldur. Dolayısıyla, mesaj ondan ibarətdir ki, şirkətin və mövzunun səviyyəsi gündəliyə təsir edir. Başqa təsir edən mövzular da var. Digər mövzu sizin hansı rejimdə fəaliyyət göstərməniz? Sosializm, kapitalizm, totalitar, feodal olmur təbii ki o vaxtı, indiki dövrdə, liberalizm. Siz hansı rejimdə fəaliyyət göstərirsinizsə, bu sizin gündəliyinizə, hətta HR-ın və CEO gündəliyinə təsir edir. Başqa bir mövzu məkan. Siz lokal, regional yoxsa qlobal fəaliyyət göstərirsiniz. Bu gündəliyi formalaşdıran digər mövzudur. Üçüncü mövzu, siz hansı sektorda fəaliyyət göstərirsiniz? İstehsalat, distribüsiya, bank, maliyyə, nəsə. Bu HR-ın gündəliyinin formalaşmasına səbəb olan faktorlardan. Son 3 mövzu ilə bağlı CEO-larımız sizə öz çıxışlarında detallı məlumat verəcəklər. Mən istəyirəm CEO-larımızı səhnəyə dəvət edeyim. Veysaloğlu Distribüsiya, Badamlı, Sirab, Ləzzət şirkətlərinin təsisçisi, eyni zamanda Sirab şirkətinin CEO-su Alper Yaycılı bəyi səhnəyə dəvət edirəm, buyursunlar, otursunlar. Simbrella şirkətinin təsisçisi, eyni zamanda CEO-su Seymur Məmmədov, buyursunlar. Zəhmət Ruzi, el arasında bildiyimiz SAP istehsalat şirkəti CEO-su, peşəkar CEO-muz, gənc CEO-muz Elnur bəy Bədəlov, buyursunlar. Mən CEO-larımızı təqdim edib bir-bir səhnəyə dəvət edəcəm. İştirakçılardan bir şeyə, indi ağlıma gəldi, bir şeyə diqqət etsinlər. Fikir verirsiniz, 2 CEO-muz, oturan CEO-lar həm təsisçidir, həm CEO-dur. Elnur bəy, Paşa Holdingin şirkətlərindən birində, SAP şirkətində peşəkar CEO-dur, təsisçi deyil. 2 model görürsünüz qarşınızda. Təbii ki, bunların çıxışlarına bu təsir eləyəcək. Təsisçi CEO başqa, sırf CEO başqa. Böyük bir ehtimal çıxışlarının sətr aralarında yanaşmalardan hiss eləyəsiniz ki, təsisçi CEO nədir? Buna fikir verin sadəcə. Düzdür, mövzumuz deyil, amma diqqəti cəlb eləyirəm. Mən 1992-ci ildir, mən Naxçıvan doğumluyam, 12 yaşım var.
təsəvvür edirsiniz də o biraz yaşı böyük olanlar həmin dövrü xatırlayır. Blokada vəziyyəti, bir tərəfdən müharibə, vəziyyət çox gərgindir, işsizlikdir. Ümid körpüsü açılır. Gözləyirik ki, bir ildir körpü tikilir. Ümid körpüsü açıldı. Gözləyirik ki, dedilər ki, türklər gələcək, ümumilli lider Heydər Əliyev orada, Süleyman Dəmirəl gəldi. Hamımız küçələrdəyik. Onu indiki kimi xatırlayıram. Bütün Naxçıvan küçələri gələnləri qarşılayırıq. Gələnlərə baxın, bilirik başqa millət, bir xalq gələcək fərqli, amma baxdıq özümüz. Tıp özümüzdə türk demiş. Bu necə ola bilər? Bundan söhbət eləyirik uşaq kimi. Öyrənmişik ki, baxmayaraq ki, tarixdən olimpiyatçıyam, yaxşı oxuyuram. Bilmirik ki, Türkiyə nədir, türk nədir? Biz ümumiyyətlə türkcə danışırıq. Gələnlər qarşısılar, ığdırlar əsasən. Hətta orada maşında biri ilə söhbət edir, yeməyə dəvət elədi, bir ailəsi ilə gəlmişdi. Biri mənə dedi ki, səni oğulluğa götürüm, gedək səni oxutdurum. Mən birinci başa düşmədim, yox dedim. Gəldim evdə də dedim. Demək ki, onlar müstəqil ölkədən gəlirlər. Biz müstəqillik nədir bilmirik və öz vəziyyətimizdən özümüzün xəbərimiz yoxdur. Amma onlar bizə başqa gözlə baxırlar. Bir növ yazıqları gəlir. Bilir ki, ölkə dağılıb, blokada vəziyyətində bu uşaqlar nə edir? Çörək növbələri bunlar bilir. Biz dərk eləmirik. Açıq mən dərk eləmirik. Mən belə qərbama gəldi ki, məni oğluğa götürdü. O ki, mən atamaz filan. Atama dedim, indi sonradan təhlil edirəm ki, bunlar yardıma gəlib. Bizə, düzdür, bir-birimizi görmək filan öz yerində, onların aralarında gələn iş adamları da varmış. Və bunlar necə dəstək ola bilər? Azərbaycanlıdırlar da o tərəfdə, eyni soy, kök. Necə dəstək ola bilərik? Çıxsınlar bu vəziyyətdən. O gələnlərin arasında Alper bəy də vardı. Düzdür, həmin günü. Görməmişəm o vaxtı, söhbətlərindən biləm. Alper bəy biznes ailəsindən gəlir. Onun atası İshak Yaycılı biznesmen idi, o vaxtdan gəliblər. Sözüm ona, Alper bəy bu paneldə özəl qılan, Azərbaycanın müstəqillik tarixini gözləri ilə görmüş. Müstəqillik tarixindən sonra Azərbaycan biznesinin formalaşmasında müstəsna rol oynamış. Və onun şahidinin ağzından xatirələri dinləyəsiniz və görəsiniz ki, sosializmdən kapitalizmə keçiddə, eyni zamanda bizneslərin formalaşmasında, eyni zamanda orada HR transformasiya məsələlərində hansı dövr keçmişik. Alper bəyi səhnəyə dəvət edirəm öz təqdimatı üçün. Təqdimatda adı yazılacaq yəqin ki. Təşəkkür edirəm.